Bunların əlinə mən özümə türk deməyə qorxuram. Babəkə türk demək bu Azərbaycanda təhlükədir. Şahsmana türk demək böyükdə təhlükədir. Almanlara türk demək böyükdə. Niyə görə təhlükədir? Ona görə ki, bunlar başlayacaqlar ki, Azərbaycanlılar bizi qırırlar, şovinizm. Nə şovinizm? Mən olduğum babamın adını sənə olduğu kimi deməyim. Mən kimliyimi sənə deməyim. Mən deməyim ki, mən türkəm. Sənin xətrinə deyəcək, cəhənnəmə görə dəysin. Mən türk olduğumu danım sənə görə. Bəs nə deməklər? Bunlar deyirlər ki, biz Azərbaycanlı millət deyil. Azərbaycanlı bir coğrafi anlayışdır da. Bu siyasi bir termindir, Azərbaycanlı anlayışı. Dilimizə gətirilib edərlərdən qabaq ki, Azərbaycanlı adına görə gətiririk ki, kiminsə xətrinə dəyməsin. Hamını birləşdirici olsun. Amma mən özümə türk deyəndə niyə qorxmalıyam səndən? Bu ölkənin, coğrafiyanın bünövrəsi türkdür. Gövdəsi türkdür. Ürəyi türkdür. Qolu türkdür. Ayaqları türkdür. Adəti türkdür. Hər şey türkdür. Amma sən gəlirsən, nədir ki, bir şey olan kimi dərhal sosial şəbəkədə paylaşırlar, şikayət eləyəcək, adını işarələyirlər, başlayırlar söyüş yazmağa. O söyüşləri eşitməyin dərdindən, o deyək kiminsə qəlbinə dəyməyin xətirindən səsini kəsib oturursan yerində. Ki, mən türk deməyə qorxuram. Mən Azərbaycanlıyım, mən Azərbaycanlı deyiləm, mən türk oğlu türkəm, Azərbaycan vətəndaşıyım mən. Amma türkəm, qanım türkdür. Mən kimliyimi, əgər multikulturalizm, tolerantlıq, mənim kimliyimi, mənim kökümü danmağa xidmət edirsə, mən onu qəbul etmək istəmirəm. Amma mən türkəm, nə qardaş, nə qarım? Babam budur, babamın babası budur. Mən Buduq olsam da bundan fəxr edəcəkdim. Xutul olsam da bundan fəxr edəcəkdim. Rutul olsam da bundan fəxr edəcəkdim. Fransız olsam da bundan fəxr edəcəkdim. Mən türk millətiyəm. Mən öz kimliyimi niyə danmalıyam?